Salam əziz abituriyentlər, ABC üscanın sahəsi bizdən tələb olunur. Gördüyünüz kimi müxtəlif tərəfli üst bucaqdır. Heron düsturunu bura qeyd edək. S bərabərdir kökün altında. P vurulsun P minus A, P minus B, P minus C. Burada P tam perimetri nəzərdə tutulmur, yarım perimetri nəzərdə tutulur. Onda P bərabərdir A üstə gəl B üstə gəl C bölünsün 2. 4 üstə gəl 5, üstə gəl 7 bölü 2. Bu da eləyər 8. Gətirib tətbiq edəsək üstürdə yerinə. 8, 8-dən 4 çıxsa 4, 8-dən 5 çıxsa 3, 8-dən 7 çıxsa 1 qalacaq. Kökün altında 8-i yazarıq, 4 vurulsun 2, 4 qalsın yerində, 3 də qalsın yerində. 2 dənə 4-dən 1 dənə 4 çıxar kökdən. 2 3-ündə 6, 6-dan da kök çıxmayacaq. Onda ABC üscanın sahəsi oldu 4 kökün altında 6.